Kimsə yada saldı, sağ olsun yəni. Bu adam Yahudilərin adından danışır, amma sən demə qaraşıdır. Qaraşı da deyil, iblis demək olar. Qaraşılara da onlar neynirlər? Onlar heç bir dövlətə, millətə bir zərər vurmurlar. Ancaq indi pul yığırlar, işləri odur. Bu qaraşı, mən də ümumiyyətlə yaddan çıxdı axı qaraçılar, baron adı qaraçılarda olur. Baron adını ümumiyyətlə qaraçılar qoyur özlərinə çox da. Yəni baron sözü o qaraçılarda çox inkişaf edib, çox məşhurdur. Bax belə, hə, sən demə baba bu qaraşı, aha, deməli durub girib Yahudi ilə Türkün arasına. Düzdür, bəlkə də haçansa Yahudilər, mən demirəm indi, başlayıblar, onlar da səfih-səfih şeylər edirlər. Kürdistan tanıyır oğlu, Netanyahu, nə bilim nə. Axma hərəkətlər edirlər Türk torpağında. Bunu Ermənistanda kimsə deyir, Gezistan deyirlər yaratsınlar. Orada Türk torpağıdır, orada yəni. Axır bu bədbəxt millət, bu Kürdlər də yazırlar, Türklərlə bir yerdə yaşayıblar 100 illərlə. Yəni onlar mal-qara ilə məşğul olan xalqlar, onlar nəyin lazımdır? Dövlət yaşayır da, nə fərqi var? Bax bunu belənkə adamlar yeritdilər, yoldan çıxardılar ki, ora sənindir, al ginə. Bilirsiniz necə bizdə bu Azərbaycanda nə qədər xalqlar var, yaşayırlar, onları bütün günü oyadılar ki, durun, sizin torpaqdır, sizi gəliblər, alıblar, dağıdıblar. Bax bu, belənkə bu satqınlar var. Yəni Yahudilər bizə qarşı satqınlıq eləsə özləri də peşman olar. Özləri də belə, bilirsiniz nə var? Bu satqınlıq həmişə pis qurtarır. Kimsə kiməsə deməli arxadan zərbə vurmaq istəyən adamı, onun özü, mən demirəm, bir vaxt o kimsə danışırdı, deyirdi ki, bəs şahın vaxtında Yahudilər müttəfiq idilərlə, ən yaxın dost idilər farslarla. Güya Xameyni gəldi, ara dəydi. İndi necə Azərbaycanla deyil dostdular. İndi zaman gələcək, dəyişiklik olacaq. Kimsə olsa, yəni Yahudi ilə ola bilər, düşman olarlar. Bax belə, deməli Yahudini gətirib o Farsla şahın, deməli o problem. Ay kişi, birinci Fars dövlət olmayıb, xalq olmayıb, bu bir. Yəni bunu uydurublar, hamı bilir onu. O qaraçılarla heç o müttəfiq ola bilməz. Dostluqdur, danışıb, ancaq nəsə bu Türk xalqı Yahudi ilə bu başqa bir göylər, dağlar var. Türk xalqı Yahudi xalqını Xristian soyqırımından qurtarıbdır, xilas edibdir. Bilirsiniz, ona görə Yahudilər bizlə həmişə olublar. Yəni bizi nə satıblar, nə də biz onları satmışıq və indi. Amma indi ki, belənki oyunlar gedir ki, Yahudiləri istəyirlər bizdən çox, yəni dövlətlərin marağı var ki, Yahudi-Türk müharibəsi olsun. Rus-Yahudi-Türk müharibəsi olsun. Yəni əsas bu dəqiqə yönəlibdir Rusiya ilə. Bunun da ərəbdir, Yunanıdır, Rusudur, ermənisidir, haylardır, yəni farslardır. Çox maraqdadır ki, dağılsın bu Türkiyə ilə Yahudi. Baxın, bu nə danışır? Bu alçaq. Bu, o deyir, Aray kakot kaklan. Axır İrəvanda gəzəndə 20-ci illərdə sizin dədə-babayız iyi gəlirdi, bütün İrəvan şəhəri iyilənirdi. Bunu Cədlivon danışırdı, erməni. Aşotişməz Grigoryan. Artur Hakub. Ure qara merrelik. Mən həmişə deyirəm, qorxularından çıxmırlar. Desinlər də Oktay nağıl danışır. Utanırdılar ya yanımızda durmağa. İndi Ruslar arxalarında durdu, ona görə də bax, belə o deyir, başladılar lotuluq eləməyə.
Bu alçaq deməli arxasını, üzünü yumayanlar ki, arkada yara bağlayırdı. Alçaqlar, hamama Türklər itəliyirmiş ki, gedin. O Cədlimon deyir babalarınız deyir itəliydi, atama danışırdılar. Deyirdi ki, babalarınız bizi, babalarımızı hamama zorla itəliyirdilər ki, gedin kimlə iyilənirsiniz. Bax, belə millət ki, girir tualetdə adını yazır. Eradan əvvəl olmuşuq bu tualetdə. Bax, bu yetimçələr. Bugün bizə deyir ki, yaxşı təmizlədik, qurtardıq canımızı bu türklərdən. Bax, belənki bir xoruzlar abi. Pyotr Pervi bunlara qırmızı xoruz elə-belə deməyib. Elə-belə deməyib ha. Bu yetimçə, Bangladeş tulaları. Adlarına baxın. Mən də həmişə deyirəm, ay kişi, ay erməni, Türkə söyəndə get Xorinatsiya, Samvilə, Daşdınça, Marksa, Engelsə, Çavçavadzisidir, Tolstoydur, kimlər nə deyib, dünyanın ən alçaq, ən satqın, ən fahişə xalqı erməni xalqıdır. Özləri deyir, özü deyir, bizimkilər də deyir, Türklər də deyir ki, haylardır, sən qardaşdırlar. Deyin. Onlar deyir, biz fahişəyik, biz oğru, dünyanın ən əski milləti, satqınıq. Bizimkilər deyir, yox, siz. Bu alçaq Zatulin erməni. Bu o qədər dedi ki, bu erməni xalqı, alçaq xalqı axırı ifşa olundu ki, Türk xalqıdır, o ərsaqlar, ay alçaq. Gör nə danışır, deyir, Azərbaycanlılar kişidirlər, bunlara kişi demək olar. Yatdığı yerdə deyir, NATO'nun əskərini öldürdü. Ramin Səfərovdan danışır. Ramin Səfərov bilirdi ki, yatdığı yerdə ermənilər uşaqların başını kəsib, öldürüb. O bilirdi, ona görə də vurdu da. Onlar gəlib bunun başını kəsəcəkdilər, öldürəcəkdi yatdığı yerdə. Bu elib. Bu Затулин, Петровский животное. До сих пор не знаешь, почему Сафаров убил этого хая? Потому что они хотели убить Сафарова. Понял? Дегенерат несчастный. Спящих турок они всегда резали, убивали. А этого Сафаров правильно сделал, потому что его могли убить, и он убил. И правильно сделал. Поэтому не надо то, что не знаешь, а есть животное. Да, вы грязные, которые от грязи, от вшей спасли. Турки вас. Вы сегодня черните нас. Ты кто такой есть, а? Ты посмотри, где род, где твой корень, откуда русло пошло. Вы думаете, вы нация? Государство имеете, на чужой земле живете. Чужую веру, чужое имя, все чужое взяли. И вам шведы написали красивую сказку, историю сказочную, которую Петр просил написать. Это сегодня durup bizdən danışır belə. Nəysə, bax, bu qədər. Yəni, bunu da yəni hamı bilir, tanıyır. Bu da fahişədən olan, hansı ki, tualetdə adını, familiyasını yazır. Adizdadı deyib, Bakinski, Çuşki, вас научили. Ay mırrac, ay kakot kaklan. Ереванцез дарцере, химар, моррацелес, не мы да обезьяны, мы их спасли от грязи, чтобы спасибо сказать, чтобы не воняли, которые годами у вас вонь шла, идет, рана у вас появилась от грязи за спиной, ай, мразь, хай несчастная, ты сегодня о нас говоришь? У меня вот... Уже слов нету, слов нету.